Urmu gölünün quruması və baş verən quraqlıq bölgənin vəhşi təbiətinin məhv olması təhlükəsini yaradıb. Bunu Urmu Gölü Milli Parkının başçısı Behzad Şirpəncə deyib. Kabudan, Spir, Arzu və Aşq adaları Urmu gölünün ən vacib vəhşi təbiət yaşayış yerlərindəndir və bu adaların su ehtiyatında və bitki örtüyündəki hər hansı bir dəyişiklik əsas növlərin populyasiyasına birbaşa təsir göstərir, o bildirib. Şirpəncə su ehtiyatının tükənməsi nəticəsində xüsusən qoç, sarı maral və bəzi su quşlarının daha çox məhv olma təhlükəsi ilə üzləşdikləri haqda xəbərdarlıq edib. Qeyd edək ki, bir neçə il əvvələ kimi Urmu gölü ətrafı və göldəki adalarda sarı maralların sayı minlərlə olub. Gölün quruması nəticəsində maralların sayı getdikcə azalaraq 2023-cü ildə 60-a, bu il isə 18-ə düşüb. Oktyabrın 29-u axşam saatlarında Təbrizin İmam şəhərciyində davamlı su kəsintilərinə etiraz edən 2 nəfər həbs edilib. Bu haqda yerli sosial media fəalları məlumat yayıb. Təbrizin polis rəisinin müavini polkovnik Əkbər İbrahimzadə məlumatı təsdiqləyib. O, saxlanılanların ümumi qaydalara zidd hərəkət etdiklərini bildirib. İbrahimzadə həbs olunanların kimliyi və onlara qarşı hansı ittihamın irəli sürüldüyü haqqında açıqlama verməyib. Qeyd edək ki, yaz aylarından bu yana Təbrizin əksər bölgələrində davamlı və uzun müddətli su kəsintiləri olur. Təbriz Ticarət Palatasının prezidenti Yunus Jalə İran hökumətinin nəinki Azərbaycana heç bir investisiya qoymadığını, həm də Azərbaycanın mədənlərini talan edərək ölkənin farsdilli bölgələrinə köçürdüyünü bildirib. Bu barədə Yunus Jalə ölkənin Vergi İşləri Təşkilatının rəhbərinin iştirakı ilə keçirilən Hökumət Özəl Sektor Dialoq Şurasının iclasında bildirib. Şərqi Azərbaycana investisiya qoyan yeganə sektor özəl sektordur və bizdə mübarəkə stil kimi müəssisələr yoxdur və sahib olduğumuz süngün mədəni isə Kirmanın xidmətindədir. Üstəlik, özəl sektorun 90%-i də Vergi İşləri Təşkilatının fəaliyyətindən məmnun deyil, deyə o bildirib. Vərzağanın süngün mis mədəni yaxın şərqdəki ən böyük mis mədənidir və İranın mis istehsalının 60%-i bu mədənin hesabına qarşılanır. Rejim misi Azərbaycandan çıxarılırsa da filizin torpaqdan ayrılması əməliyyatını Azərbaycanda yox, uzaq Kirmanda həyata keçirir. Nəticədə Azərbaycan xammal bazası kimi qalmağa davam edir, ancaq Azərbaycandan əldə edilən xammal hesabına ölkənin farsdilli bölgələrində sənayeləşmə inkişaf edir. İranda hər il 120 mindən çox insan qidalanma çatışmazlığı səbəbindən həyatını itirir. Bu, İran Səhiyyə Nazirliyinin hesabatında bildirilib. Nazirliyin hesabatına əsasən İranda illik ölümlərin təxminən 30%-i birbaşa qida çatışmazlığı və qidalanma pozuntusu ilə əlaqədardır. Bununla eyni vaxtda İran Parlamentinin Tədqiqat Mərkəzinin üzvü Seyid Hadi Musavi Nikdə ölkədə yoxsul vətəndaşların sayı haqda açıqlama verib. Onun sözlərinə görə İranda təxminən 26 milyon insan mütləq yoxsulluq həddində yaşayır. Bu da dünya üzrə orta göstəricidən yüksəkdir. Onlardan 4 milyonunun gəliri isə gündəlik qida tələbatlarını təmin etməyə kifayət etmir, deyə Musavi Nik bildirib. Evin həbsxanasında həbsdə olan Azərbaycanlı rəssam və vətəndaş fəalı Mürtəzə Pərvin etiraz mətni dərc edərək evin həbsxanasında və Təbriz mərkəzi həbsxanasında həbsdə olan siyasi məhbusların aclıq eyləminə dəstəyini elan edib. Mürtəzə Pərvinin yaxınlarının sözlərinə görə Pərvin bəy həbsdə olan digər fəalların aclıq eyləminə dəstəyini ifadə edib və onların işinin qeyri-müəyyən şəraitdə qalmasına etirazını bildirir. Mürtəzə Pərvin aclıq eyləminin 2-ci günündən bəri fəallara dəstəyini ifadə edib. İnsanların nəfəs almasının belə siyasiləşdirildiyi, insanların geyimlərinin, ana dilinin, Urmiya gölünün su və elektrik çatışmazlığına, yüksək qiymətlərə etirazın siyasiləşdirildiyi bir dövrdə insan haqları vəkilinin yeri əlbəttə ki, həbsxanadır, deyə Pərvin bəyin bəyanatında qeyd edilib. Bəyanatda Tahir Nəqəvi, Vədud Əsədi və Kərim İsmailzadənin ağır durumuna diqqət çəkilib və onların həbsxanada qaldıqları müddətdə sağlamlıqlardan itirdikləri vurğulanıb. Davam edirik. Ötən gecə Sistan və Bəlucistan əyalətinin Xaş bölgəsində yerli Sepah komandiri Məhəmməd Şahuzesinin olduğu avtomobilə silahlı hücum edilib. Bu haqda yerli media məlumat yayıb. Naməlum silahların hücumu nəticəsində Şahuzeynin bir neçə mühafizəçisi yaralansa da, komandir xəsarət almayıb. Qeyd edək ki, Məhəmməd Şahuzey 2022-ci ilin 30 sentyabrında Zahidan şəhərində baş verən kütləvi etiraz eyləminin yatırılmasında müstəsna rol oynayıb. Onun başçılıq etdiyi qüvvələr dinc əhalinin öldürülməsi və yüzlərlə narazının saxlanılmasında iştirak edib. Ona qarşı hücum isə onlarla etnik bəlucun öldürüldüyü həmin etiraz eyləminin ildönümünə təsadüf edir.
İranda insan haqları vəziyyəti görünməmiş dərəcədə pisləşib. İslam Respublikası iyun ayında İsrail hərbi hücumlarından sonra edam sayını artırmaq, beynəlxalq səviyyədə repressiyalar və vətəndaş cəmiyyətini ciddi şəkildə məhdudlaşdırmaqla insanlığa qarşı cinayətlər yoluna qədəm qoyub. BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato bildirib ki, İran xalqı həm xarici hücumların, həm də hökumətin repressiyalarının qurbanıdır. O, geniş edamlar, yeni casusluq qanunu, işgəncələr və qadınlara qarşı ayrı seçkilik hallarını tənqid edib. Sato'nun sözlərinə görə 2025-ci ilin ilk 10 ayında 1200-dən çox insan edam edilib, cəmi 8% rəsmi açıqlanıb. O, İranı edamları dayandırmağa, qadınların hüquqlarını qorumağa və azadlıqları təmin etməyə çağırıb. BMT-nin digər nümayəndəsi Sara Hüseyn də İranda məhbusların müdafiəsiz və ailələrin məlumatdan məhrum qaldığını bildirib. Ümumilikdə BMT İranda insan haqları vəziyyətinin kəskin şəkildə pisləşdiyini vurğulayıb. Buraxılışımız davam edir. Oktyabrın 31-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərinin elan olunması ilə davam etdirilir. Təqsirləndirilən şəxs David Manukyan vəsatətlə çıxış edərək ona qarşı irəli sürülmüş ittiham haqqında təşkilatlanmış cinayətkar qrupun yaradılması ilə bağlı ittihamın cinayət işindən çıxarılmasını və ayrıca baxılmasını xahiş edib. Manukyanın vəkili Valeh Qurbanov vəsatəti müdafiə etdiyini deyib. İttiham tərəfi vəsatətə münasibət bildirib. Dövlət ittihamçısı Fuad Musayev qeyd edib ki, belə bir vəsatətin qaldırılması məhkəmə prosesinin hazırki mərhələsinin predmeti deyil. Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra yerində müşavirə keçirərək vəsatətin əsassız olduğu üçün təmin edilmədiyini bildirib. Sonra Madat Babayanın vəkili Leyla Namazzadə vəsatətlə çıxış edərək bəzi epizodların müvəkkilinə qarşı irəli sürülən cinayət işindən çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxs Babayan vəsatətlə razı olduğunu bildirib. Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətin hazırki prosesdə təmin olunmamasını xahiş edib. Məhkəmə vəsatətə müşavirə otağında baxılaraq cavab veriləcəyini diqqətə çatdırıb. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir. Ermənistanla Azərbaycanın təmasları davam edəcək. Bu barədə parlamentin sədri Aliyen Simonyan bildirib. Ermənistan parlamentinin sədri Aliyen Simonyan bildirib ki, Ermənistanla Azərbaycan arasında təmaslar davam edəcək. Onun sözlərinə görə qarşılıqlı etimadın möhkəmlənməsi məqsədi ilə Azərbaycan nümayəndə heyətləri Ermənistana, Ermənistan nümayəndə heyətləri isə Azərbaycana səfərlər həyata keçirəcək. Simonyan qeyd edib ki, bu proses iki ölkə arasında dialoqun davamlı olmasına və münasibətlərin normallaşmasına xidmət edəcək. Dünya gündəmi ilə davam edirik. Əldə olunan atəşkəs razılaşmasından sonra Pakistanla Əfqanistanın nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşləri başa çatıb. Türkiyə və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda atəşkəsin davam etdirilməsi barədə razılıq əldə olunub. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən yazılı açıqlamada bildirilib ki, Əfqanistanla Pakistan arasında oktyabrın 18-i və 19-da Dohada Türkiyə və Qətərin vasitəçiliyi ilə əldə edilən atəşkəsin möhkəmləndirilməsi məqsədi ilə oktyabrın 25-dən 30-na dək İstanbulda 4 ölkənin iştirakı ilə görüşlər keçirilib. Tərəflər atəşkəsin davam etdirilməsi barədə razılığa gəliblər. Atəşkəsin icrasına dair əlavə məsələlər isə noyabrın 6-sında İstanbulda keçiriləcək yüksək səviyyəli görüşdə müzakirə ediləcək və qərara alınacaq. Amerika prezidenti Donald Trump administrasiyasının yüksək vəzifəli rəsmiləri təhlükəsizlik məqsədi ilə hərbi bazalara köçürülməyə başlayıblar. Bu barədə The Atlantic jurnalı məlumat yayıb. Məlumata görə konservativ siyasi fəal Charlie Kirkin qətli, eləcə də Trumpın siyasətinə qarşı Amerikada baş qaldıran kütləvi etirazlar və hökumət rəsmiləri ilə onların ailələrinə yönələn təhdidlər bu qərara səbəb olub. Jurnal qeyd edir ki, hərbi bazalarda yerləşdirilən məmurlar ordunun birbaşa mühafizəsi altına alınır və bu onların təhlükəsizliyini təmin etməyə yönəlib. Amerika Tayvana silah satışı məsələsinin bütün təhlükəsini anlamalı və Çinin əsas maraqlarına toxunan sahələrdə odla oynamağı dayandırmalıdır. Bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Zhang Xiaogan mətbuat konfransı zamanı bildirib.
19-21 oktyabr tarixlərində Merilend ştatında Tayvan və Amerika nümayəndəsinin 3 günlük illik konfransı keçirilib. Burada birgə silah inkişafı və istehsalı müdafiə texnikasının çatdırılmasının sürətləndirilməsi məsələləri müzakirə edilib. Amerika Tayvana silah satışı məsələsinin yüksək həssaslığını və ciddi təhlükəsini dərk etməli, Çinin əsas maraqlarına toxunan sahələrdə odla oynamağı dayandırmalı və Tayvanın müstəqilliyini dəstəkləməməlidir, deyə Xiaoguan bildirib. Müdafiə Nazirliyinin sözçüsü həmçinin vurğulayıb ki, adanın Demokratik Tərəqqi Partiyası administrasiyası yalnız özü ilə maraqlanır və Amerikaya qarşı sonsuz yaltaqlığı ilə Tayvana xəyanət edir. Çin Xalq Azadlıq Ordusu ölkənin milli suverenliyi və ərazi bütövlüyünün qorunması üçün, Tayvanın müstəqilliyi üçün hər hansı qəsdi və xarici müdaxiləni qətiyyətlə yatıracaq, deyə Xiaoguan yekunlaşdırıb. Rusiya Federasiyası Ukrayna ilə birbaşa danışıqları davam etdirməyə hazırdır. Bu barədə İzvestiyaya müsahibəsində Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Galuzin bildirib. Diplomatın sözlərinə görə Moskva Ukrayna böhranının siyasi yolla həllinə açıqdır və İstanbul platformasının inkişafı üçün bütün lazımi şərait mövcuddur, lakin əsas problem Kiyevin siyasi iradəsinin olmamasıdır, deyə Galuzin iddia edib. İdman xəbəri ilə davam edirik. İran Premyer Liqasının 9-cu həftəsinin oyunları çərçivəsində Təbrizin Traktor komandası ilə Tehranın Persepolis komandası qarşılaşıb. Oyun oktyabrın 30-u axşam Təbrizin Bonyan Dizel stadionunda keçirilib. Qarşılaşma 1-1 hesablı bərabər başa çatsa da, Təbriz təmsilçisi 8 oyundan 13 xalla və daha çox qol fərqi ilə turnir cədvəlinin birinci, Tehran təmsilçisi isə 12 xalla 4-cü pilləsində qərarlaşıb.